Hər bir kəsi xoş gördük, hər bir kəsin üzərinə Allahın salamı olsun. Yuxuda and içmək. Yuxuda and içmək nəyə işarədir? Xeyrə mi, ziyana mı dinləyək? Yuxuda yalandan and içmək kasıblığa, zillətə, zəlilliyə, hiləgərliyə, bəzən isə yalandan and içilən and o şəxsin evinin xaraba qalmasına yozulur. Doğrudan and içdiyini görən adam zəfər qazanır və haqq söz danışar. Yalan yerə and içdiyini görən köməksiz qalar, çox böyük bir günaha yol verər, peşman və zəlil olar. Yuxuda xaça, ulduzlara və ya dənizə və buna bənzər başqa şeylərə and içmək, yoldan azmağa və ya münafiqliyə meyl etməyə yozulur. Uca Allahın adı ilə and içərsə, bu haqqa itaat etməyə, sünnəyə tabi olmağa yozulur. Yuxuda and içmək bəzən qəddarlığa düçar olmağa, haqsızlığa məruz qalmağa və ya bir vəzifənin məsuliyyətini üstünə götürməyə yozulur. Bir adam bir başqası və ya özü üçün and içdiyini görsə, o adama hiylə gələr. Gerçəkdən and içən adam elə bir iş görər ki, böyük və qüdrətli Allah ondan razı qalar. Yuxuda yalandan and içdiyini görən adam rəzilliyə düçar olar, böyük günah işlədər, peşmançılıq çəkər və o cəmaət arasında xəcil olar. Yuxunuz sizin üçün xeyirli olsun. Bəyənib abunə olmağı sizlərdən rica edirəm. Dinlədiyiniz üçün təşəkkür edirəm.